Qarabağın baş məşqçisi Qurban Qurbanov qəzəblənib. Dünən Şamaxı ilə heç-heçdən sonra mətbuat konfransında jurnalistlərə danışanda boynuna alıb ki, mən sakit adamam, amma hərdən bir hirslənirəm. Çünki bizim gördüyümüz futbol Avropa futbolundan sürətlə çox geri qalır. Oyun zamanı futbolçular çox fasilə edirlər, yerdə uzanırlar, vaxt öldürürlər, hakim isə susur. Bir növ hakimlərə səslənib ki, əgər bizim Avropa futbolu kimi oyunlarımızı görmək istəyirsinizsə, daha sürətli futbol hakimliyi edin. İmkan verin, futbolçular oynasınlar, fasilələr eləməyin. Qurban Qurbanov, İcra Komitəsinin üzvüsən. İnşallah gələn iclasların birində Frank de Beekerini çağırın və orada bu haqda danışın. Düzdür, Qurban Qurbanov onu da əlavə edib ki, mənə xaricdən hakim lazım deyil, mənə öz hakimlərimiz lazımdır. Amma bizə sürətli futbol lazımdır. Məncə hamı onunla razıdır.